Biz bugün sizlə zülalın təlimi üçün miskulfatdan və natrium OH-dan istifadə edərək yumurta ağı ilə təcrübə aparacağıq. Bunun üçün bizə yumurtanın ağı lazımdır. Biz ağın sarısından ayırmışıq. Yumurtanın ağında zülalın olduğunu müəyyən edəcəyik. Demək, qələbidir, natrium OH. Qələbini suda məhlulunu hazırlayacağıq. Aynı zamanda miskulfatın tozuyla da məhlul hazırlanmalıyıq. Demək inşallah birinci yumurtanın ağının üzərinə biz məhlulumuzu əlavə edirik. Baxın, fikir verin. Daha sonra isə digər məhlulumuzu əlavə edəcəyik. Əl vura bilərsiniz. Baxın, biz soyuq sudan istifadə etdiyimiz halda temperaturası artıb qələbinin. Fikir verirsiniz. Bəli. Qələbi görürsünüz. İndi biz həmin qələbi məhlulu əlavə edəcəyik. Deməli, digər məhlulun üzərinə. Bəli. Açıq mavi rəngdən bənövşəyi rəngə çevrildiyini müşahidə edirik.